Hər vaxtınız xeyirli olsun. Dalğa FM radyosunda görüşürük sizinlə və əlbəttə ki, qonaqlarımızı da sizinlə görüşdürürük. Canlı olaraq bizi dinləyirsiniz. 92.5 dalğasına köklənmişsinizsə, demək ki, eyni dalğadayıq və bizimlə əlbəttə ki, eyni zövqdə, eyni istək, arzuda olanlar sənəti səsi verilişini dinləyir. Çünki burada sözün əsl mənasında sənət özü danışır və bu gün də elə sənət danışacaq, səs gələcək, amma musiqinin səsi, musiqinin səsi, sədası altında elə bizim həm də çox maraqlı söhbətimiz olacaq. Verilişlərimiz Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Oradan da bizi, bütün buraxılışlarımızı sonradan izləmək mümkündür. Bəli, bugün də səs olacaq, səs elə kompozisiyası da olacaq, elə səslə bağlı bir çox layihələrin müəllifi. Bugün musiqi aləmində həqiqətən də çox gözəl musiqi əsərlərinin, mən təkcə kompozisiya deməzdim, sənət əsərlərinin müəllifi, həm də elə sevilən hitlərin də müəllifi, bəstəkar, pianoçu Tərlan Məmmədhüseynov bugün bizimlədir. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm, salamlayıram sizi də, dinləyiciləri də. Gözəl gün arzu edirəm. Təşəkkür edirik sizə də və dinləyicilərimiz də. Əlbəttə ki, bunu ötürməyə çalışacağıq. Həm də ki, musiqinin sədaları altında. Tərlan bəy, adınız çox keçir söhbətlərimizdə, verilişlərimizdə. Arada sizdən danışırıq, bilmirəm, qulaqlarınız çəkildi. Olur yəqin ki. Sənət aləmində son dövrlər cərəyan edən bir çox janrlar var, bir çox, nə bilim, musiqi sintezləri, layihələri var. Amma bunlar içərisində bir başqa bir aləminiz var, bir başqa bir dünyanız var. O Tərlan Məmmədhüseynov dünyası dəsti-xətti seçilir. Bunu yəqin ki, musiqini duyan, musiqini bilən insanlar daha yaxşı anlayanlar mənim nə dediyimi. Çünki dəsti-xət bugünkü ümumiyyətlə bu çoxluq arasında, bugünkü müxtəlif o süni intellektin arasında sənəti seçmək, aid etmək, fərqləndirmək çox çətindir. Amma siz bu yola çıxmısınız və musiqilərinizdə pianonu daha çox da belə deyək də prioritet olaraq eşidirik elə öz ifanızda. İstərdim elə əvvəldən başlayaq Tərlan bəy. Ümumiyyətlə bu pianoya olan, musiqiyə olan, sənətə olan sevgi hardan yarandı? Yalan deməyəcəm, sənətə olan sevgi 18 yaşından sonra başlayıb. Ondan əvvələ qədərə belə deyim də, valideynlərimin təkidi ilə mən musiqi ilə məşğul olmuşam. Yəni heç musiqiyə həvəsim və marağım olmayıb. Ta ki, universitetə girən illərə qədər, yəni universitetə girən illərə qədər o atamın uşaqlıqda mənə dediyi bir söz var idi ki, böyüyəcəksən, mənə başa düşəcəksən. O uşaq vaxtı heç vaxt başa düşmürdüm. Onun üçün böyümək lazım idi. 100%də, yəni uşağın istədiyi nə olar? Oynamaq, amma mən çox vaxtı piyanonun qarşısında olmuşam. Yəni gündə 7 saat, 8 saat. Mən xatırlayıram, mənim də uşaqlığım elə keçib. Bəli, klassik piyanistlərin uşaqlığı elə keçir. Standart. Ona görə də 18 yaşından sonra doğrudan da o atamın dediyi kimi o universitet illərindəki belə deyim də, həyatımda gördüm ki, doğrudan da uşaqlıqda valideynlərimin mənə göstərdiyi yol ən düz yol imiş də. Nə yaxşı ki də belə eləyiblər, məni yetişdiriblər. Yəni həqiqətən mənim pianoçu, ya belə musiqidə olmağımın ən böyük səbəbkarı atam və anamdır. Bəli. Valideynlərə təşəkkür etmək istəyirik. Əlbəttə. Madam ki, danışır. Çünki biz uşaq olarkən onu anlamırıq, amma illər keçir, artıq o sənətdə zövqümüz formalaşır uşaqlıqdan. O həmin o Beethovenlə, Bachla bizim zövqümüz formalaşır. Yəni bu öz yerində və bu gün kompozisiyalarınız çox məşhurdur. İnstrumental musiqi deyiləndə ümumiyyətlə illər əvvələ qayıtsaq, nə bilim, skripka ilə məsələn vaxtında məşhur kompozisiyalar var idi. Eldar Mansurovun, Faiq Sücətdinovun, elə Vaqif Qərəzadənin özünün, amma belə az-az. Son illərdə sanki instrumental kompozisiyaya meyil çoxalıb və müxtəlif o sintezlər edirlər, interpretasiyalar edirlər. Nə bilim, cazla estradanı qarışığını edirlər. Sizdə bu sferada ilk kompozisiya hansı oldu ki, sizə uğur gətirdi? Məndə ilk səs olub. Səs. 2011-ci ildə yazmışam səsi və açıq deyim, əvvəllər düşünürdüm ki, kompozisiyalar eləyim, amma müğənnilərlə işləyən vaxtlarda mahnılar daha çox müğənnilərə yazırdım. Yəni kompozisiya tərəfə düşünmürdüm. Mən bu səsi yazandan sonra dostlarıma həmişə göstərirəm. Göstərdim, onlar mənə dedilər ki, bu kompozisiyadır. Yəni kompozisiya kimi bunu buraxa bilərsən. Açığı belə qaldım ki, mən mahnı yazmışdım buna. Bir tərəfdən də baxıram ki, həqiqətən də yəni buna söz yazmaq olmur. Yəni elə bir şey yazmışam ki, sanki bu da bir Allahın bir qədəridir. Söz yaza bilmirəm də, yəni
biraz piano partiturası başqa cür olur da, mahnınınki başqa cür. Hə, elə oldu ki, mən bu kompozisiyanı buraxdım. Həqiqətən də bu kompozisiyaya çoxlu söz yazmaq istəyənlər oldu. Mənə dedilər səsə. Yəni həddindən artıq çox. Mən də dedim ki, mən yaxşı şeyin tərəfdarıyam. Yazın amma yaxşı olsa da, özləri də yazıblar, görürlər ki, mahnı öz cığırından çıxır, kompozisiyalığından. Dəyişir sanki formasını, bəli. Hə, ona görə də elə səs kompozisiyası olaraq qaldı. İlk kompozisiyam oldu və bu mənə bir yol açdı. Yeni bir səhifə açıldı sizin yaradıcılığınızda. Bəli, ondan sonra belə deyim də, elə də çox kompozisiyalarım yoxdur. Bayaq dediyim kimi. Amma az olsa da hər birinin öz belə də tarixçəsi, öz dövrü var ki, dinləyicilər tərəfindən qəbul olundu. Hə, mən biraz o barədə maksimalistəm. İstəyirəm ən yaxşısı olsun. Yəni biləsiniz ki, məndə bir 20-yə yaxın kompozisiya var. Bu da Qoşbürcündən gəldi. Mən də Qoşbürcüyəm. Bəli, ola bilər. Amma son illər başa düşmüşəm ki, o qədər də yaxşı deyil. Maksimalisti adam biraz geri salır. Elədir. Ona görə 4 ildən bir kompozisiya buraxıram. 4 ildən bir. Çox maraqlıdır ki, bunu çox musiqiçilərdən eşidirəm. Tərlan bəy, sizdən də duydum ki, bir əsəri ikinci dəfə eyni cür təkrar etmək, eyni hisslərlə, eyni ürəklə, eyni barmaqlarla ifa etmək qeyri-mümkündür. Bəli, mümkün deyil. Mən buna cəhd eləmişəm, amma bayaq dediyim kimi o səs kompozisiyasını yazanda bir dəfə çaldınız. Bəli, bir dəfəyə ifa eləmişəm onu. Ümumiyyətlə mahnılarımı yazanda bir dəfəyə yazıram. Bəli, o ikinci dəfə gəlmir. Yəni necə oldu? Yəni nə gəldi. Bu da bir riskdir. Boxçadan nə çıxdı. Maraqlıdır. Bəli. Onu yazdım, ifa elədim, dediyim kimi dostlarıma göstərdim. Onlar dedilər kompozisiya olsun. Sonra yenidən mən eyni şeyi ifa eləyib biraz da başqa cür belə özümü göstərmək istədim. Gördüm ki, alınmır. Elə ən yaxşı odur, çünki ən duyğulu bu alınır. Əslində elə ən gözəli də ilk ifa olur. Yəni fikir vermirsinizsə bəlkə də içdən gələn olur. Mən düşünürəm ki, içdən gələn ən səmimi olur. Sonra başlayırsan bunun kopyasını çəkməyə. Kopyasını çəkəndə istər-istəməz o səmimiyyət itir. Bəli, ona görə ürəkdən gələn o birinci variantdır. Amma yenə də düşündünüz o kompozisiyanın işıq üzü görməsi üçün bir müddətdə gözlədiniz. Bəli, bir 2 ilə yaxın gözlədim. Bəli, 2 ilə yaxın, çünki o vaxtda da müğənnilərlə işləyirdim. Və hər dəfə bir boş vaxt tapan kimi bu kompozisiya işləyirdim, nəsə öyrənirdim. Biraz ifa edirdim, gördüm, yox, xoşuma gəlmir, təzədən qayıdırdım. Yenə başqa işlər görürdüm, yenə qayıdırdım, işləyirdim. Belə 2 ilimiz keçdi. Daha sonra dostların təkidi ilə necə var, elə də qaldı, elə də buraxdım. Və ümumiyyətlə bugün hər bir bəstəkarda olur ki, elə əsərlər var ki, hələ deyir ki, vaxtı yox, hələ vaxtı çatmayıb onun. Yazmışam, hazırdır, amma vaxtı deyil sanki. Varmı elə indi sizdə? Mən onu öz içimdə hiss eləyirəm, yazmamışam. Bilirəm ki, elə əsərlər var ki, onu hələ yazacağam. Yəni onu hiss eləyirəm. Amma belə yazıb qoyub qırağa, məsəl üçün, düzdür, əsərlərim var. Belə deyim də, çox yazıram mən. Yazıb qırağa qoyuram o heç. Amma ən çox xoşuma gələn bir də görsə olur da. Onları siz eşitdiklərinizdir. Ən gözəlləri elə bax budur. Azdır, amma kompozisiyalar da oradan da gec yazırsınız instrumental kompozisiyalara. Amma həm də burada qeyd edək ki, filmlərimizdən də bizə çox tanış olan, çox doğmalaşan kompozisiyalar var. Onlar içərisində elə Ay parçası, Zəhər Tulumundan. Mən istərdim bu haqda danışaq. Çünki elə efir öncəsində biz bu haqda danışdıq. Özünüz də görürsünüz ki, dinləyicilər necə bu mahnını qəbul etdi və bir soundtrack olaraq da bunun başqa tərəfləri vardı. Yəni filmdən dinləyicilərə tanış olmaq və filmdə də musiqinin rolunu istərdik elə siz də danışırsınız. Filmdə musiqinin rolu həddindən artıq çox böyükdür. Onu rejissorlar da deyir. Yəni 50% görüntüdürsə 50% də indiki dövrdə musiqidir. Çünki musiqini çıxardanda yəni çox boş qalır. Belə deyim, kadr. Ona görə musiqi bəzi şeylərin üstünə bağlayır. O da var. Onu da deyir. Ört bastır elə. Və daha çox o təsir qüvvəsinə malikdir də. Musiqi ilə insana daha çox təsir edirsən. Bu Zəhər Tuluğu da mən yadıma gəlib mən musiqidən bir 3-4 ay kənarlaşıb sadəcə film musiqilər haqqında maraqlandım, öyrəndim, axtardım və mənə çox maraqlı gəlirdi bu sahə. Elə oldu ki, bir 3-4 ay bu işlə məşğul olandan sonra dedim, hə, mən özümü hazır hiss edirəm, bir filmə mahnı yazmalıyam. Film hanı? Film yoxdur. Sizə təklif
gəlmədən özünüz film musiqisi yazmaq. Yox, mən yazmamışam bunu. Mən sadəcə olaraq hazırlaşdım. Çünki film musiqisi yazmaq biraz çətindir. Çöl səhnəsi başqa cür olmalıdır, evdəki səhnənin musiqisi başqa cür olmalıdır. Bu hamısı bir qaydaları var da, belə istəyərəkdən yəni, olmaz. Yəni onu siz sanki bir əlifbasını öyrəndiniz. Bəli, əlifbasını öyrəndim və özümü hazır hiss eləyəndə filmin özü də gəlməlidir axı. Necə oldu, hazır hiss eləyəndən gəldi? sonra üstündən inandırım sizi bir özümü hiss elirdim ki, mən artıq yazmaq istəyirəm də. Bunları öyrəndim. İndi harda göstərim film alın. Elə oldu ki, Orxan Mərdan mənə zəng elədi. Zəhər Toluğunun prodüseri. Dedi ki, Tərlan, biz bir film çəkmişik. Biz 3 aydır da bəstəkarları gəzirik. Mən elə inanıram ki, bu filmə mahnını sən yaza bilərsən. Bizə yazıblar da, biz xoşumuza gəlməyib. Mən də elə axtardığım buydu. Dedim, gəlim filmə baxım, gəl sabah filmə bax. Gəldim sabah filmə baxdım. Onlar məndən 2 dənə, 3 dənə mahnı istəyirdilər. Yəni bir əvvəldə, bir axırda. Amma film o qədər xoşuma gəldi ki, dedim bura 2 dənə mahnı yox, 28 dənə axtardıq. 28 trek lazımdır. Biz onu yazdıq. Ki bu filmə bax burada mahnı lazımdır, orada mahnı lazımdır. 28 trek yazdıq. Orxan sən nə edirsən? Bizim 28 gün vaxtımız var. Hə, dedim bir təhər çatdırarıq da, narahat olmayın. Əsas film çox qəşəng idi. Bəli. Çox xoşuma gəlmişdi və istəyirdim ki, nəsə qatqım olsun və film biraz da gözəlləşsin. Hə, elə oldu ki, durmadan səhər axşam işlədik o filmi. Bəli. Biz çatdırdıq o filmi və belə deyim ki, bu Zəhər Toluğunun Ay parçası əsas soundtrackini mən filmin ortasında yazdım. Və yenidən filmin əvvəlinə başlayıb bir-bir trekləri təzədən düzəldəsi oldu. Və sonuçta bir hansı qənaətə gəldiniz? Yəni doğrudan da çətin, yəni prosesdir. Yəni Filmə musiqi yazmaq çox çətindir. Çünki o ingilislər scoring deyir ona. Baxıb yazırıq. Ola bilər mən mahnı yazaram, verərəm hansı filmin isə onun altına qoyarlar onu, başqa bir məsələdir. Amma bir də var ki, daha professional versiyası. Məsəl üçün filmə baxa-baxa yazırsan, çünki orada sinxronlar düz gəlməlidir. Danışıqlar ən həyəcanlı yerdə necə həyəcan verməlisən, onu artıq bəstəkarın işinə düşür də. Və mənə görə keyflidir, amma qıraqdan çox çətindir. Bir yerdə adam bloklanır. Məndə də oldu məsəl üçün. 20-ci gündə bir səhnə oldu ki, artıq heç nəyi qaldıra bilmədim. Çünki 20 gündə işləyirəm mən. Beynim donub Orxana zəng etdim. Orxan stopdayam da. Çünki bu da yaradıcı bir prosesdir axı. Yəni insanın özünü baskı altında hiss eləməməlidir. Adam biraz fikirləşir ki, 8 gün vaxtım qalıb. Sərbəstlik olmalıdır. Bəli. Ümumiyyətlə incəsənət adam sərbəst olmalı. Bəli. Həqiqətən də bu yaradıcı insana ümumiyyətlə hansısa bir çərçivəyə salanda insan o deyir əli qolunu sındırırsan da sanki bir quşu bir qəfəsə salındığın kimi. Amma buna baxmayaraq vaxtınız, limitiniz necə deyirlər az olsa da keyfiyyətli, bəli, çatdırdınız və deyərdim ki, Ay parçası həm də ümumiyyətlə elə soundtracklər var ki, filmdən kənarda müstəqil kompozisiya bir əsər kimi də məşhurlaşır. Bunun özünüz də şahidi oldunuz ki, elə bu film də musiqini populyarlaşdırır. Yəni filmin gözəl olmağı da musiqini də populyarlaşdırır. O da var, rolu var. Bəzən olur ki, musiqi də filmi populyarlaşdırır. O da olur. İndi burada hansıdır bilmirəm. Əl-ələ gedib ikisi də bir yerdə. Məncə hər ikisi də bir-birinə bir vəhdət təşkil etdi. Həmin Zəhər Toluğunun o Ay parçasını və bu məhz konsertdən canlı olan versiyanı səsləndirək. Bəli, bu mənim cəngi instrumental ansamblında mən həm də çalışıram. Həm də orada ifa edirsiniz. Bəli. Mirzavad müəllimin çox xoşuna gəldi bu mahnı. Halbuki bu cəngi instrumental etno caz ansambldır. Bəli, bilirik. Mirzavad müəllimin təkidi ilə mən bunu istəyirəm ki, sən ifa eləyəsən, olsun da. Sağ olsun Mirzavad müəllim. Salamlayırıq buradan. Bizim də qonağımız olub. Çox gözəl, uzun illəri sənətkarı da onun bir tövsiyəsidirsə, demək ki, orada nəsə var idi, etmək lazımdır. Çox gözəl kompozisiya və Dalğa FM radiosunda bilirsiniz ki, dostlar, musiqi sevərlər, instrumental kompozisiyalar çox tez-tez səslənir və bunların içərisində xüsusən də seçilən kompozisiyalardan biri də məsələ Tərlan Məmmədhüseynovun Ay parçasıdır. Ümumiyyətlə, hər bir bəstəkarın öz dəstxətti var da, öz tematikası var, öz üslubu var ki, mən məsələn sizin müğənnilərlə işlədiyiniz mahnılarda da artıq ilk notlardan tuturam ki, bəli, deyirlər bunu sizə. Çox adam deyir mənə onu. Ən çox nə deyirlər? Sizin musiqinizdə nə var? Məsəl üçün, mən hardasa bir 10, hətta bir 15 il bundan qabaq da mən müğənnilərə mahnı göndərəndə piano ilə ifa edirdim, göndərdim, oxuyurdum. Məsəl üçün dostlarımdan Elçin falan oxuyurdu üstünə, belə göndərdim. Elə olurdu ki, kim səndə mahnısını bilirdi, bir dənə olar sən müşahidə edəsən, mən müşahidə edirdim. Onun verdiyi müğənni deyirdi ki, bu mahnını Tərlan çalıb. Artıq bilirdilər. Onlar da belə hiss edirlər. Mənə çox adam deyir ki, sənin öz dəstək xəttin var. Amma buna görə açıq deyim, mən
düşünürəm ki, bu atamın mənə öyrətdiyi o 8 saatlar, onlardan yaranmış bir şeydir. Məşqlərdən artıq Məşqlərdən özümü öz sözünü tapmışam deyir, bəli, ola bilər. bəli. Yəni mən buna görə heç nə eləmirəm. Mən sadəcə olaraq Yəni belə ifa çalışmırsınız ki, burada bir fərqlilik xüsusi eləyim. özəllik Xeyr, eləyim ki, burada xeyr, bilinsin. Xeyr, o heç ona çalışmıram. Amma o hiss olunur da, bilməm nədirsə, mən ifa Bəli. eləyəndə pianinanı biraz əvvəldən mən universitetdə müəllimlərdim də deyirdilər ki, sən pianinanı biraz başqa cür ifa eləyirsən. Ola bilər bəlkə də mən bir qarmona da getmişəm. Onun da təsiri ola bilər. O harmoniyaların, bəli, bəli. o solo ifada təsiri ola bilər. Amma yəni çox adam bunu mənə deyir. Ümumiyyətlə ifalarınızda və musiqilərinizdə o pianoda bir oktavalar var da, Bəli, yəni birinci, ikinci oktav. Daha çox o üçüncü, dördüncü oktavalarda ifa etməyi daha çox xoşlayırsınız, bilmirəm. Hə, yuxarı qalxmaq Yuxarı qalxmağı, bəli. Yuxarı qalxmağı xoş. İnsanları da yuxarı aparırsınız, o zirvələrə aparırsınız. Çünki həqiqətən də musiqi insanı elə zirvələrə aparmalıdır. Bəli, Çünki alıb aparırsa o kədər olmamalıdır. O insanı qəm-qüssəyə salmamalıdır. Hardasa o depressiyadan çıxarmalıdır. Bəli, əslində musiqinin insan həyatında çox önəmli bir yeri var da. Bəli. Sadəcə olaraq bəzi musiqilər insanlarda o musiqidən belə deyim, lor dildə çirkiniblər biraz da. Yəni o axtarıb tapmaq məsələsi də var da. Hər adamda musiqi playlistini yığmır özünə görə indiki dünyada. Bəli. Başı qarışıqdır. Onu görə o qədər çox sevəsən ki, mən öz yaşlarımdan deyirəm də. Məsəl üçün bizim 18, 20, 22 yaş vaxtlarımızda mənim ətrafımda hamı çox musiqiyə qulaq asırdı. Hamı çox musiqiyə. Mən özüm də həddindən artıq çox musiqilərə qulaq asırdım. Hətta elə olurdu ki, mən gecə yatırdım. Televizordan qoyurdum, kliplər gedirdi də. Gecə yatırdım, bilirdim ki, 3-4 arası mənim xoşuma gələn mahnı gələcəkdi. O vaxtı dururdum mahnıya qulaq asıb təzədən yatırdım. Yəni, bu bir Yəni o dərəcə həyatımızın ayrılmaz hissəsi idi. Hissəsi oldu da. Niyə musiqi insanda o emosiyalarını, öz xarakterini formalaşdırmaqda çox böyük rol oynayır. Elədir. Duyğularını belə tənzimləməkdə, nəsə düşünməkdə, nəsə Sanki özünü tapmaqda belə bəli, çox rol köməklik edir. oynayır və bunlardan insanlar özlərini məhrum eləməsinlər. Məsələ yaxşı musiqidə deyil. Hərənin bir zövqü var. Həqiqətən mən bu şeydə yəni radikal deyiləm də. Zövqlər müxtəlifdir. Bəli, Hər insan öz zövqünə görə musiqiyə qulaq asa bilər və ondan ləzzət ala bilər də və o ona qulaq assın. Amma qulaq assın Əlbəttə deyirsiniz. qulaq assın. Məncə qulaq assın. Əgər bir insan, məsəl üçün, mən bu həyatda xoşbəxt eləyən şey məni bu mahnıdırsa, tamam o qulaq assın, niyə də olmasın? O adam Amma o xoşbəxt böyük eləyir. kütlənin bəzən Kütlənin içində o düz belə deyək də zövqü korlayan musiqi əgər bəyənirsə, mən sizə o bir zaman söz deyim. deyilsin. Mən bunun araşdırmışam bu bayağı musiqilərlə Bəli, bağlı olan bəli. problemi. Bu tək bizdə bu problem deyil. Yəni bu problem 13-14-cü əsrlərdən bu yana gələ-gələ gəlir və heç vaxt düzəlməyib, heç vaxt da düzəlməyəcək. Və bunun qarşısı alınmaz belə bir şeydir. O vaxtı musiqilərin ən gözəlləri belə konservativ musiqilər, Bəli, çoxsəsli bəli. musiqilər kilsələrdə olub. Kilsələrdə belə artıq insanlar görüblər ki, bu musiqiyə qulaq asmırlar, bayağı musiqiyə qulaq asırlar və onun qabağını kəsməyə o vaxtdan başlayıblar. Yəni insanlar. Amma görüblər ki, çox qəribə bir şey baş verdi. Qabağını kəsdikcə çoxalır. Yəni qarşısını almaq mümkün deyil. Yəni bir şeyin qabağı, ümumiyyətlə mənim inandığım bir şey var. O fizika qanununda da var idi. Hər təsir, hər enerji özünə bənzər bir enerji çəkir də. Biz pisdən danışıb bu niyə belədir, bu niyə belə oldu? Negativi özümüzə Negativi çəkirik. daha çoxaltdıqca Bəli. elə insanlar daha çox alır. Məsəl üçün indi özümüz də oturub mən əvvəl deyirdim at çəkmək istəmirəm. Ən çox Azərbaycanda linç yemiş müğənnili var da, məsəl üçün də. Bəli. O müğənni dünyada bizdən Azərbaycan şeyində bir də görsə daha çox tanıyırlar. Niyə? Amma ən çox o yeyib. Yəni belə çıxır ki, Ən çox da elə biz ondan danışırıq deyə, elə onun da o da çox xeyrinə alır. olur da. Niyə? Çünki bir şey var da, Allah deyir öz biliyinlə heç vaxt qürrələnmə, çünki səndən də üstün bilən bir insan var. Yəni Əlbəttə. hər biləndən üstün bir bilən var. Bizim öz musiqilərimiz də mənim zənnimcə aparıb o dövrün Üzeyir Hacıbəyevin, Tofiq Quliyevin qabağına qoysaydıq, deyərdilər ki, çox bəsitdir. Mən inanıram ki, onu deyərdilər. Çünki mən Qara Qarayevin sonuncu tələbəsinin yanında biraz dərs aldım. O mənə eyni sözü dedi. Nə dedi? Dedi ki, yəni gözəl melodiyalar, sadə melodiya, onlar çox Qəliz, mürəkkəbliyə. ağır deyil. Bəli, onlar Bəli. mürəkkəbliyə qaçıblar həmişə. Onlar üçün çox da normal baxıram. Belə də olmalıdır. Ona görə deyil onların musiqisi, klassik musiqinin öz dinləyicisi var. Hər kəs Bəli, anlamır onu. Bəli, yəni o da olmalıdır. Bu da olmalıdır. olmalıdır, düşünürəm. Əgər doğrudan da biz yaxşı musiqini
daha çox eşitmək istəyiriksə, onda ancaq danışdığımız yaxşı musiqi olmalıdır. Və musiqinin o musiqiçilərin bu gün çiyinlərinə düşən bir missiya var da. Yəni deyirlər, əslində xalq nə istəyir, musiqiçi onu verməlidir. Bəzən də deyirlər ki, musiqiçi nə verirsə xalq da onu qəbul eləyir. Bəli. Yəni ona görə Bəli, valla bir şey də var da. O şeydən mən özümü çıxardıram qırağa. Niyə qıraq çıxardıram? Mən həmişə xoşlayıram ki, mən özüm bəyənim. Hə, bəlkə bu Qoç bürcündən deyirlər. elədir. Mən xoşlayıram. Əminsiniz ki, özünüz bəyənsiniz, Mən bəyənəcəklər. ona əminəm. Yəni doğrudan əminəm ha. Yəni mahnıları, məsəl üçün mən o səs olsun, ümid rəqsi olsun, obrazı kompozisiyalar olsun. Mənə bir də görsən gəlib qıraqdan müdaxilə eləyirlər də. Bunu bəlkə belə eləsən, belə bunu belə eləsən, onu eləsən. Amma deyirəm ki, yox. Bunu mən belə bəyənmişəmsə, yəni inanıram ki, buradakı məsələ mənim özümü doydurmağımdan gedir. Yəni mən buna görə işləyirəm. Bu sənətdə buna görə varam. Ya siz özünüz üçün ilk öncə yaradırsınız. İlk öncə özüm üçün yaradıram. Ondan sonra əgər onu 5 nəfər də dinləsə mənə eyni şeyi verir, 10 nəfər də dinləsə eyni şeyi verir, 1000 nəfər də. O mənim üçün o sayın çoxluğu məndə heç nəyi, yəni keyfiyyətdir də sizin üçün. heç nəyi dəyişdirmir mənim üçün. Yəni mən orada qalıram yenə. O mahnını nə dərəcədə yaxşı elədim, nə dərəcədə özümə görə pis elədim. Bəli. Və siz öz dinləyicinizi də artıq tanıyırsınız ki, Əlbəttə. o mənim ruhum əkibzimdir ki, mənim yaratdığımı bəyənir. Valla belə əvvəllər daha tanımırdım. İllər keçdikcə tanıyıram. Mənə bir də görsən deyirlər mən sizin mahnılar, onda dinləyiciləri tanıyır. Məsəl üçün səs kompozisiyasını yazanda həddindən artıq mənim məktəbdə müəllimlərim, universitetdə müəllimlərim mənə yazdılar o mahnıya görə və gördüm ki, belə o biraz yaxşı təbəqə o mahnını daha çox bəyənir. Mən ondan sonra ümid rəqsini yazdım, düşündüm. O ziyalı təbəqədə, yəni həm də musiqidən və ümumiyyətlə sənətdən başı çıxan belə deyək, loru dillə desək. Yəni orada mən bildim ki, bunlar mənim dinləyicilərimdir. Bəli, onlar sizin dinləyiciniz və Ümiddən danışarkən Ümid də var sizin Ümid rəqsi. Ümid rəqsidir. Onu nə zaman həyatınızın o ümidli çağında mı yadı, ümidsizlikdə mi yaranmışdı? Mən bir dənə açıq bir şey deyim, bunu demişəm də mən. Mən uşaqlıqdan hər bir adamın, yəni bir pis günləri olur da, belə deyim. Çox da normal olaraq. Mən uşaqlıqda məsəl üçün günüm pis olanda, o günümü gözəlləşdirmək üçün mütləq musiqiyə qulaq asırdım. Və mən o anında düzəlirdim. Anında elə bilir ki, heç bir şeyim yoxdur da. Və mən bu musiqidən həddindən artıq çox güc almışam uşaqlıqdan. Və bir ara belə bir muda düşdüm, belə əhval belə havaya düşdüm ki, mən bu qədər bu illər kimlərinsə musiqiləri ilə özümə motivasiya almışam da. Çox olub, həddindən artıq çox olub. Yəni bu mahnıların sayı hesabı yoxdur. Birinci yerdə kim idi o sizə motivasiya verən? Yox, bir şey deyim, mən xüsusi bir mahnıdan almamışam. O dövrdə o mahnı yadımdan çıxıb indi. O dövrdə bir mahnını deyə xoşlayırdım. Mən ancaq ona qulaq asırdım da. Məsəl üçün bir 2-3 mahnım var idi. Bir ay ona qulaq asırdım, sonra yenə 2-3 ay, bir ay. Dəyişə-dəyişə bu mənim playlistim dəyişirdi. Yəni vaxtına görə qulaq asırdım. Düşündüm ki, mən çox belə deyim, motivasiya almışam mahnılarda. Mən də elə bir mahnı yazım ki, o mahnı insanlara ümid versin. Açıq bunu düşündüm mən. Və bu mahnını yazdım. Bu mahnını yazandan sonra sizi inandırım, o qədər mənə elə YouTube-da o mahnının altına da girsəz, ən çox da bizim bu 44 günlük müharibə vaxtında o mahnının həddindən artıq çox insanlara təsəlli verdiyini, nə bilim, çox insanların o çox böyük problemləri çıxır qabağına. Hamı orada yazır ki, mən bu problemi bu mahnı ilə atlatdım. O mənə həqiqətən çox, elə bilirəm ki, mənim kimlərinləsə haqqını qaytara bilmişəm. O hansı ki, musiqilərə qulaq asmışam. Əslində elədir. Çünki musiqi ilə o qədər insanlar həyatda hansısa musiqini dinləyərkən bir qərar verirlər. Nəhayət ki, nəyinsə bir dərk edirlər ki, bəli, musiqi təsir edir və həyatını bəlkə də dəyişir və o gözəl bir çağda yaratdınız. O da bir Allahın verdiyi bir töhfədir ki, siz insanlara həm də onunla təsəlli vermiş oldunuz. Mən çox xoşdur. Bəli, və o kompozisiyada Dalğa FM-də səslənir. Tez-tez yeri gəlmişkən dinləyicilərimiz bilsinlər və vaxtımız daralır, amma musiqidən o qədər saatlarla danışmaq olar və hələ ki iki musiqiçi əyləşibsə, yəni burada sözsüz ki, söhbət bitməyəcək, amma biz mütləq ki, musiqiyə yer ayırmalıyıq və müğənnilərlə çalışdığınız bu səhifədə var ki, bugün hit mahnıların həm də müəllifisiz və burada necə qarşınıza, inanmıram ki, orada da bir məqsəd qoymuşdunuz ki, bu mahnı hit olsun və yaxud bu mahnı... Yox, hit olsun qoymuram mən.
heç elə bir şeyim yoxdur. Bəli, Mən amma yazıram. olur. Hə, olur da, o bəyəndiyimə görə. Amma sizə bir söz tam səmimi deyim. Mən indiyənə qədər nə qədər mahnı yazmışam, xit olanlar da var, olmayanlar da var, amma onun içində indiyənə qədər bir mahnının xit olacağını proqnoz vermişəm. Hansıydı? O da Yaşarın Bilməzdim mahnısı var o vaxtı, bəli. Bəli. Və o mahnıya qulaq asanda hiss elədim ki, bu mahnı yəni xit olacaq. Hətta o mahnının demosunu özüm oxumuşdum. Mənə dedilər ki, sən bunu belə də çıxartsan, sözsüz olaraq Elə də xit olar. seviləcək. Hə. Yəni bir dənə ona proqnoz verə bilmişdim. Başqa heç birinə proqnoz verə bilmərəm. Bəs Gülayın Doya mahnısına vermişdinizmi o proqnozu? Yox, verməmişdim. Açığı bir söz deyim. Onu da haçan hiss elədim, deyim sizə ki, bu mahnı yəni seviləcəyini necə deyim, mən bir mahnını işləyəndə xoşlayıram ki, onu keyflə işləyim. Olur ki, adamın bir keyfi olmur. İşləmirəm onda. İşlədiyim vaxtlar da olur, onda işləmirəm. Çünki yaxşı bir şey ortalığa çıxarda bilmirəm. Yaxşı əhvalda olmaq Bəli, lazımdır. yaxşı əhvalda olmalıyam. Bu mahnını da ilk olaraq mən kompozisiya kimi yazmışdım. Aha. Bəli. Yəni instrumental idi ki, Bəli, versiyası. bəli. Bu instrumental idi. Ondan sonra mən buna söz yazdırdım. Mahnı elə oldu ki, Gülay xanıma qismət oldu. Amma Gülayı düşünməmişdiniz də Yox, yəqin ki. düşünməmişdim. O mahnını başqa adamlar da oxumaq istəyirdi, amma Gülaya qismət oldu. Bəli. Yəni Və nə yaxşı ki, əslində elə ona qismət əlbəttə, oldu. çünki həm Gülay xanımın tərzinə çox belə yaxın oldu, Yaraşdı, həm ona bəli. gözəl yaraşdı, bəli. O pianinanın o sonuncu hissəsində Mən mahnıda o yeri gözləyirəm həmişə. Deməli Gülayla Etiraf edim. Elçin Cəfərov dostum mənə dedi ki, o 2 bəndindən sonra bir dənə piano ilə sən nəsə elə. Onlar xoşlayırlar mənim piano ifamı, deyir nəsə elə. Mən də baxmayın, uşaqlıqdan mən piano içində böyümüşəm. Mənim üçün piano adi bir alətdir. Yəni də onların sevdiyi kimi mən ona belə baxmıram. Okay, mən bunu pianoda ifa edirəm. Onlar qəribə sevirlər. Sən burada elə dedim. Yox, nəyinsə hər yerdə piano, ortada piano, əvvəldə piano, axırda piano. Çox təkid edilər ki, elə də bir dənə xahiş edirik biz elə. Çıxdılar, getdilər. Elə oldu ki, gecə oturdum, onun o improvizasiya yerini yazdım və yazanda da açığı sizə bir söz deyim, özümün də mən mahnılarımı yazanda bunu bir yer deyim, mən özüm yazmadığımın fərqindəyəm. Mən onu bilirəm, onu da qəbul da edirəm. Məsəl üçün, mən heç vaxt deyə bilmərəm ki, mahnılarımı mən yazmışam. Yaratmışam, o sözü demirəm. Demirəm, heç vaxt, çünki mənim əlimdə olan bir şey deyil bu. Dəfələrlə də oturmuşam, indi yaza bilməmişəm. Onun bir gələcəyi, elə bir məni sanki kimsə yazdırır. Və onun yazdığını və o ilahi bir bağın olduğunu mən orada hiss eləyirəm. Və ona görə də bir dəfəlik yazıram. Bir dəfə yazıb çıxıram mahnıdan. Yazıb çıxandan sonra özüm də bir də görsən, özümün orada yazdırdığımı bəyənirəm. Özümü təkəbbürə aparmıram. Bu nə gözəl yazdın eləmirəm. Deyirəm, o yazdıran nə gözəl yazdırdı. Bəli. Yəni həqiqətən mən onu bilirəm ki, mən özüm yazmıram onu. Çünki elə əsərlər ortaya çıxır ki, məsəl üçün Yelləncəyin özü var da, Yelləncəy kompozisiya. Mən o Yelləncəyi studiyadan çıxıb evə gedirdim. Elə hiss elədim ki, o məndə lap birinci dəfə idi. Elə hiss elədim ki, evə gedirəm, ayaqqabımı da geymişəm. Dostum da mənə qapıda gözləyir studiyada. Dedim, bir dənə gözlə. Bir dənə tez bazar, bir dənə mən gəlirəm indi. Getdim, oturdum, bir dəfə bu Yelləncəyi yazdım. Yazdım, durdum, özümə də qəribə gəlir. Bu necə olur? Bu nə idi belə? Çıxıb gedirdim evə. Yəni bunu yazdım. Yəni belə şeylər olur. O içinizdəki o ikinci mən, daxilinizdəki ikinci var, əlbəttə ki, bəlkə də həmin anda siz onunla həmsöhbət olursunuz. Həmsöhbət oluram, bəli. Və şükürlər edirsiniz ki, yəni bu hər insana Allah bunu nəsib etmir. O deyir seçilmiş insanlardır. Mən musiqidə seçilmişəm. Hər insan mənə görə seçilmişdir. Hər kəs nədəsə seçilir, bəli. Və bu yolda, musiqi yolunda, sənət yolunda siz seçilmisiniz və bu yolda sizə uğurlar arzu edirik. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. O musiqilərin bəzən müəllifini o musiqilərdə görürsən, anlayırsan, dərk edirsən, aslında xasiyyətini bilirsən ki, və bugün sizinlə danışdım və elə o təsvir etdiyim insan idi. O kompozisiyalarda elə həmin insansınız və bildiyimə görə solo konsertə hazırlaşırsınız. Amma bu da çox, yəni ki, uzun çəkəcək, çünki xüsusi bir hazırlıq var. Çox maştablı, çox böyük bir iş olacaq, həddindən artıq. Yenə maksimalist olduğundan irəli gəlir. Yəni bu bir var böyük, bir var böyüyün böyüyü. Bu böyüyün böyüyü. Nəsə bir nəhəng bir konsert gəlir. Yəni bir 40-50 nəfərdən
yəni belə Heyətdən, instrumental bəli. heyətdən ibarət çox böyük bir solo konsert düşünürəm və bunun üzərində də işləyirəm. Artıq 3 ilə yaxındır işləyirəm mən bunun üzərində. Ssenarilər yazılıb. Mənim göstərmək istədiyim, daha doğrusu vermək istədiyim çox böyük bir mesaj olacaq o konsertdə. Yəni yaşam haqqında olan bir mesaj olacaq. Yəni bu sadəcə bir piano konserti deyil, olmayacaq. Bir fəlsəfi konsert olacaq. İnsan həyatını musiqiyə çevirən, insan həyatını musiqilərlə göstərən, insan həyatını xoşbəxt anını, pis anını, musiqi ilə belə harmonizasiya edən bir konsert olacaq. Ay, gözəl bir musiqi ziyafəti olacaq da həqiqətən də. Gözləyirik. Ona çalışırıq. Bəli, musiqi hisslərin dilidir və bəlkə də pianoda bunların içərisində ən sakit belə deyək də musiqidir. Çünki insanı doğrudan da sakitləşdirir də, başqa bir dünyaya aparır və Dalğa FM radiosu olaraq da bu cür sənət əsərlərini biz hər zaman sevə-sevə səsləndiririk. Bir dinləyici kimi gözləyəcəyəm o konserti. Təşəkkür edirəm. Çox sağ olun.